Son 3 il ərzində Nike şirkətinin səhmləri təxminən 50% dəyər itirib. Buna baxmayaraq, dəyərə yönəlmiş bir neçə böyük investisiya fondu şirkətə əhəmiyyətli vəsait yatırıb. Onların arasında Norveç Suveren Fondu, Bill Ackman'ın rəhbərlik etdiyi Pershing Square və Capital World var və bunların hər biri təxminən $1 milyard dəyərində Nike səhmi alıb. Bəs bu investorlar səhmlərə hələ də düşməkdə olan Nike-də nəyə görürlər? Gəlin bugün Nike, Lululemon haqqında bir qədər ətraflı danışaq. Bu şirkətlərdə irəliləyiş varmı? Və bu il ərzində bu bizneslərin inkişaf perspektivlərinə baxaq. Mövzumuza keçməkdən öncə sizə bu videonun sponsorunu təqdim etmək istərdim. Taksi 9111 sərfəli qiymətə yüksək xidmət. Mobil tətbiqdə Invest promokodunu istifadə edin və balansınıza 10 AZN əldə edin. Əgər siz də bizim buraxılışımızın sponsoru olmaq istəyirsinizsə, bizimlə e-mail vasitəsilə əlaqə saxlayın və ya Instagramda yazın. Lakin davam etməzdən əvvəl sizdən xahiş edirəm ki, kanalı dəstəkləyəsiniz, videonu like edib və kanala abunə olasınız. Biz investisiya mövzularında Azərbaycan dilində keyfiyyətli kontent yaratmağa çalışırıq və əlbəttə ki, sizin dəstəyiniz bizim üçün çox önəmlidir. İndi isə gəlin, sektora keçid edək və görək Nike şirkəti hesabat dövrünü necə başa vurub və ümumilikdə bu biznesdə irəliləyiş varmı? Nike-nin hazırda keçdiyi mərhələ ümumilikdə investisiya baxımından riskli bir mərhələdir. Yəni Nike hal-hazırda böhran dövründən keçir. Şirkətin əvvəllər istifadə etdiyi strategiya nəticə vermədi və bu səbəbdən əvvəlki CEO dəyişdirildi. Yeni CEO təyin olundu və şirkət indi kifayət qədər uzun müddətli bir transformasiya prosesi gözləyir. Riskli dedikdə hər şey əsasən yeni CEO-nun nə qədər effektiv və sürətli şəkildə yeni strategiyanı tətbiq edə biləcəyindən və bu strategiyanın hansı nəticələri verəcəyindən asılı olacaq. Çünki Nike-nin mövcud problemləri şirkətə 5 ildən çox əvvəl tətbiq edilmiş strategiya ilə bağlıdır. Bu da onu göstərir ki, vaxtilə atılmış strateji addımlar bu günə təsir edir və eyni halı indiki strategiyadan da gözləyə bilərik. Nike səhmlərinin sabit şəkildə artması üçün şirkətin fundamental göstəriciləri ciddi şəkildə yaxşılaşdırmalıdır. Hal-hazırda isə bunu müşahidə etmirik. Əgər rübrik hesabatlara nəzər salsaq, 3-cü rübdə şirkətin gəliri təxminən $11 milyard təşkil edib ki, bu da ötən ilə müqayisədə 9% azalma deməkdir. Gəlirin strukturuna baxsaq, məsələn, birbaşa satışdan direct gəlir təxminən $4,7 milyard olub. Bu isə 12% azalmadır. Topdan satış, yəni wholesale, gəliri isə $6,2 milyard təşkil edib. Bu da 7% azalma deməkdir. Eyni zamanda gross margin-də ciddi şəkildə azalım və 41% səviyyəsinə düşüb. Yəni görürük ki, biznes əsas istiqamətlər üzrə geriləyir. Gəlir bəzi detallara isə nəzər salaq. Ötən il marjinallıq mənfəət marjısı xeyli yüksək idi. Demək olar ki, 45% idi. Bu il isə 41,5% olub. Yəni marjinallıq azalmağa davam edir. Bu, bir səhmə düşən gəlir əvvəlki ilə müqayisədə 30% azalıb. Yəni göstəricinin hamısında azalma müşahidə olunur. Əgər bu azalmaların səbəblərindən danışsaq, ilk növbədə Şimali Amerikada azalma əsasən ayaqqabı kateqoriyası ilə bağlıdır. Bu kateqoriyada təxminən 9% azalma var. Halbuki, digər kateqoriyalar, məsələn, geyim və avadanlıq üzrə ötən ilə müqayisədə artma qeydə alınıb. Amma əsas problem Nike ayaqqabılarındadır. Məhz bu məhsullar satışda geriləyir. Digər regionlara baxsaq, məsələn, Avropa, Yaxın Şərq və Afrika üzrə bütün kateqoriyalarda təxminən 10% azalma müşahidə olunur. Çində vəziyyət daha da pisdir, 17% azalma. Yəni, ayaqqabı geyim birlikdə 17% azalmışdır. Asiya, Sakit Okean regionu və Latin Amerikasında isə gəlirlər 11% azalıb. Hətta Cover adlı gəlir kateqoriyası belə 18% aşağı düşüb. Yəni, biz bütün coğrafiyalara azalma görürük və Çindəki 17%lik azalma xüsusilə kəskindir. Bu azalmalar əsas səbəbi isə ayaqqabı segmentindəkini düşür və Nike bu sayədə ən sərt rəqabətlə qarşı-qarşıdır. Gəlirin azalması əlavə marjinallığın da düşdüyünü görürük. Üstəlik, şirkət rəhbərliyinin proqnozlarına görə marjinallıq gələcəkdə də azalmağa davam edəcək. Burada rəqabət mövzusuna toxunmaq lazımdır. Bu bazar çox rəqabətli bir mühitdir və Nike doğrudan da ayaqqabı
xüsusən də qaçış ayaqqabısı segmentində liderliyi itirməyə başlayıb. Bazarda On Holdings kimi bir çox gənc brendlər ortaya çıxır. Bu şirkət qaçış ayaqqabısı istehsal edir və əgər bu sahədə məşhur olan insanlarla danışsanız, bir çox yeni və müasir brend eşidəcəksiniz ki, həqiqətən keyfiyyətli və innovativ məhsullar təqdim edirlər. Nike isə bu fonda bazar payını itirməkdə davam edir. Qısa olaraq On Holdings'in göstəricilərinə baxsaq, onların rəhbərliyi bildirdi ki, 2024-cü il onlar üçün çox uğurlu olub və ötən ilin müqayisədə 29,5% artım gözləyilir. Marjinallıq isə təxminən 60% səviyyəsindədir. Bu isə Nike-nin göstərdiyi marjinallıqdan müqayisədə xeyli yüksəkdir. 4-cü rübdə On Holdings üçün uğurlu olub, təxminən 36% artım göstəriblər. Növbəti il üçün gözləntilər isə təxminən 27% artım yönündədir. Əlbəttə, On Holdings absolut rəqəmlər ölçülükdə Nike-dən xeyli kiçikdir. Lakin bazara təkcə bu şirkət deyil, bu cür aqressiv və inkişafda olan oyunçular çoxdur. Bu da Nike-nin bazar payının sürətlə azalması səbəb olur. Lululemon şirkətdə qeyd etmək olar. Əgər onların ötən rübdəki göstəricilərinə baxsaq, təxminən 3,5 milyard dollar gəlir əldə ediblər. Bu isə ötən illə müqayisədə 13% artımdır. Həmçinin marjinallıq da yüksək olur və ötən ilə nəzərə salsaq 60% çatıb. Əgər regionlarda nəzər salsaq, məsələn, Çində Lululemon çox aqressiv şəkildə böyüyür. Ötən ilə müqayisədə 38% gəlir artımı göstərir. Eyni zamanda digər dünya regionlarında da təxminən 22% artım var. Problem əsasən Amerika bazarı ilə bağlıdır, çünki ABŞ-da gəlir artımı olduqca azdır. İldə cəmi 1%. Amma heç olmasa burada bir müqayisə aparmaq olar. Əgər Nike Çində 17% azalma yaşayırsa, Lululemon eyni bazarda 38% artım nümayiş etdirir. Deməli, Çində bütün şirkətlər satış böhranı ilə üzləşmir. Lululemon burada əks trendə çıxış edir. Baxmayaraq ki, onlar 2025-ci ildə istehlakçı tələbinin zəiflənməsi səbəbilə artımını zəifləyəcəyini gözləyirlər. Əgər onların 2025-ci il proqnozlarına baxsaq, şirkət 2024-cü ilə müqayisədə 5-7% gəlir artımı gözləyir. Bununla yanaşı, marjinallığın da bir qədər azalacağını proqnozlaşdırırlar. Amma istənilən halda bu göstəricilər Nike ilə müqayisədə xeyli daha yaxşıdır. Nike səhmlərinin maliyyə göstəricilərinə nəzər saldıqda görürük ki, son bir ildə səhmlər demək olar ki, 14% azalıb. Son 5 ildə isə 31%-dən çox dəyər itirib. Son dövrdə isə 20% düşüb. Nike haqqında nə demək olar? Şübhəsiz bu yaxşı şirkətdir, amma hal-hazırda çətin dövrdən keçir və situasiyanın nə vaxt dəyişəcəyini proqnozlaşdırmaq çox çətindir. Yəni, əvvəl də dediyim kimi, transformasiya və ya böhran dövrü keçirən şirkətlərə investisiya qoymaq yüksək riskli strategiyadır. Risk ondadır ki, əsas göstəricilərin yaxşılaşdırılmasına təsir edən naməlum faktorların sayı çoxdur. Burada çox şey menecmentin yeni strategiyası nə dərəcədə səmərəli və çevik tətbiq edə bilməsindən asılıdır. Bundan başqa, makroiqtisadi amillər də hal-hazırda Nike-nin lehinə işləmir və əlbəttə ki, sərt rəqabət də var. Bazarı aqressiv şəkildə ələ keçirməyə çalışan çoxsaylı yeni oyunçular. Bütün bu problemlərə baxmayaraq, böyük investorlar hələ də Nike-yə yatırım etməyə davam edirlər. Çünki şirkətin bərpasını gözləyirlər. Amma qısa müddətli dövrdə səhmlər yəqin ki, zəif maliyyə göstəricilərə görə təzyiq altında qalacaq. Əgər şirkətin strategiyası işləsə, Nike yenidən lider mövqeyinə qayıda bilər və bu da onu uzun müddətli investorlar üçün cəlbedici hala gətirər. Lakin risklər hələ də yüksəkdir və yaxın rübdə səhmlərin dinamikası qeyri-sabit olaraq qalacaq. Əgər siz də investisiya etmək istəyirsinizsə, lakin nədən başlamaq lazım olduğunu bilmirsinizsə, biz sizə köməklik edə bilərik. Videonun təsvirindəki linkə keçid edin və orada qısa formanı doldurun. Sizin tələblərinizi əsasən bizim komandamızın müvafiq üzvü sizinlə əlaqə saxlayacaq və investisiya aləmində ilkin addımları atmağa köməklik edəcəksə. Nike yenə də güclü brend, çox yaxşı şirkətdir və ümid edirəm ki, bu biznes bərpa olunacaq. Bununla mövzumuzu yekunlaşdırırıq. Diqqətinizə görə təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın. Hamınıza uğurlu investisiyalar, sağ olun.